Keon Clergot içeriye girdi. Ötürmə idealdı və Elijah Hutchins kazandı. Derin Berkos 28-25 edir içeride. Burada boş kalmıştı Elijah Hutchins. Everett CJ Jones birebir oynamaq niyyətindədir. Bir qədər geriyə addım atıp ötürməsini etdi daha sonra və bu 54-62 hesab, 8 qallıq fərq. Sumqayıt hesabda öndədir. CJ Jones ikinci hissədə daha yaxşı basketbol oynayır. İçəriyə əla ötürmə. Elijah Hutchins Everett və Elijah Hutchins Everett. Birinci sərbəst atış dəqiqdir. Sonra yaxınlaşırıq. Və açılmaq lazımdır. Tək başına hara gedirsən. 2 nəfər oyunçunun üstünə getdi. Qaranlığa. Qaflamov boşdur. 3 qallıq atış. Hüseyin Qaflamov. Reaksiya verir nə Məksiyə, nə oyuncuya. Heç kimi saymır. Üzünü partiyada tutup yerdə uzanıb. Sonra ayağa qalxdı və gördü ki, heç bir şey yox idi bu basketbolçuda. Daha bir belə hərəkət bu. Komandası adına kazandırdı. Qaflamov boş qalıb, ona top ötürmək lazım idi. Orcəliyev, Elijah yaxın məsafədən. Qalakon top aparan basketbolçudur. Clergot'un yoxluğunda hücum bir qədər axsıyır Sumqayıtda. Elijah üçlü atmaq olmaz. Elijah üçün Everett amma məni. Elə bir basketbol oynayırdılar. Clergot pərdəni Hutchins'dən aldı. Clergot, Qalakon vaxt azalar atmaq lazımdır. Qalakon bitirə bilməsə də yenə kim var hadisələrdən əridəcək. 2 saat arasında 1 saniyə fərq var. Clergot hələ ki driblingi davam etdirir. Qalakon 3 qallıq alınmadı. Elijah Hutchins Everett və Xalq 4-cü periodda. Pərdə Kitayev'dən sağ dirsəkdən orta məsafə alınmadı. Hücum reboundu CJ Jones bitirə bilmədi. Növbəti hücum reboundu Elijah Hutchins Everett rebound maşı məqamlarından biridir. Elijah 3 qallıq oyun tamamladı.